Salam, mən Mirmilad Mehdizadiyəm, bu atölye Neveştəndir. Xoş gəlmisiniz atölye Neveştən ya öz dilimizdə yazmaq atölyəsinin türkü bəxşinə. Çox sağ olun, var olun ki, bizlə yol birsiniz və yoldaşsınız. Xidmətinizə yetirməliyəm ki, atölye Neveştənin YouTube channelində biz türkü bəxşində yola salmışıq ki, farsı dastanların kənarında öz dilimizdə yazılan ölçülər və dastanları xidmətinizə oxuyaq və bais olaq ki, bu dildə, öz dilimizdə, türkü dilində yazılan dastanlar və ölçülər sizə təqdim olsun, oxunsun və ümidvarıq ki, ləzzət aparasınız və bizlə də yol bir olasınız. Lütf eləsiniz, əgər bizi yar, yoldaş, hər kəsə ki, fikr eləsiniz, bizim bu yazılarımız eləyə bilərlər ki, onların halların yaxçılada, onlarla paylaşırsınız və sizin olmağınız bizə dayaqdır və sizə güvənirik ki, bu yola çıxaq. Bunu deməliyəm xidmətinizə ki, mövzu ki, biz türkü bəxşə intixab eləmişik və seçmişik ki, bu mövzuda yazılsın və xidmətinizə oxunsun, ünvanı Təbrizdədir. Və fikr edirəm, ümid edirəm ki, yaxçı yazılar, yaxçı dastanlar yazılsın və xidmətinizə oxunsun. Gedək ağa. Əvvəl ölçümüzü Aydin Dağtəkin yazıbdır, adı Təbrizdə hava durumu. Gedək. Gözəl Təbriz kültür və mədəniyyət ocağı, yiğitlər, qəhrəmanlar beşiyidir. Hamımız bilirik ki, tarix boyu Təbriz nələrə şahid olub. Adına bəstələr yazılan Təbrizin küçələri minlərcə qəza-qədərlər, minlərcə acılı, şirinli xatirələr qoynunda bəslənmişdir. Təbriz təpədən dırnağa həyəcanlar boylusudur. Nə qədər sakit və saf olsa da, bir o qədər də qalıları kimi naxışlarla doludur. Təbriz bu rəngarəngliyi əlbəttə öz xalqına borcludur. Təbriz cəmaatı məhəllədən məhəlləyə görə başqa bir xüsusiyyət daşıyır. Hər məhəllə başqa bir dəb və adət-ənənələrə sahibdir. Təbrizdə məhəllədən məhəlləyə təkcə insanları fərqli deyil, bəlkə mühit və ab-havası da məhəllədən məhəlləyə görə başqadır. Siz yayda Çustuzan məhəlləsində istidən pişdiyiniz halda Bağməşədə qoyatdan cılıqqa geyim, yaman yeləsi deyənləri görə bilərsiniz. Əslən başına döndüyüm Təbrizin bu ahal-havasına bazam. Gün var səhər evdən çıxanda üşüyüb kapşen giymişik. İş yerimizə çatdığımızda görmüşük, orada hava günəşlidir. Hər kəs yarımqol köynəklə dolanır. Yavaşca kapşeni çıxadıb maşına qoymuşuq. Nahar üstü dostların dəvəti ilə dükandan çıxıb nahar yeməyə gedəndə o günəşli havanın arasında birdən eyni aldan bir qara bulud qova-qova yetirib islatmasa, bu ya Təbrizin günü soğumaz. Təbriz bəlkə böyük İranda yeganə şəhərdir ki, cəmaatı bir-biri ilə telefonda danışanda soruşarlar, orada yağır. Yəni məhəllədən məhəlləyə görə şərait ab-havayı az qala bir qarqa qədər fərq açar. Əmirxizdə Şəhriyar demişkən, Heydər Baba gün dalığı dağlasın olanda, həman saat Şahgölüdə şərait, sellər sular şaqqıldayı baxındadır. Təbrizdə şərait ab-havayı özünə görə müstəqil bir dövlətdir və heç təqvimdən peyqov eləməz. Özü təsmim tutar ki, bu gün qış olsun, yoxsa yaz. Təbriz cəmaatının romantiklikdə xəllaqiyyətlərinin aşağı olmasının bir illəti də elə bu ab-hava durumudur. Təbrizdə çox nadir vaxtlar olar ki, hava dönəfər olsun. Əksərən burnunuzdan gətirməyincən əl çəkməlisiniz. Təbrizin dönəfəri havaları parklarda, bulvarlarda, səncfəş xiyabanlarında olmaz. Bəlkə bu aşqanə hava Xələmidə, Məcid Pəxləcidə, Behbud qabağında ləbləbiçi, Azərbaycanda məkəçi, Saat qabağında bəstəçi, Kürə başında Akkuşçi, Sərçeşmədə Şəmiciyər, Hotel Mərmərdə Çayçı Cəvə, Saman meydanında İsrafil, Vəliyəsdə Nasir Sibil və başqa belənci romantik məhəllər Təbriz kəbutərlərinə havayı dönəfər yaradır. Əgər istəyirsiniz elanı aşk eləyəsiniz, mənim nəzərimə Təbrizdə dönəfəri hava axtarmayız. Elə bu üstdə dediyim məkanların birində Allah mübarəkin eləsin deyin, geçsin. Əlbəttə bu elanı aşkı tənzimləyiz, qış fəslinə düşməsin. Təbrizdə çoxlu bəygəlin maşını görmüşük ki, bəy kravatla, əzizin biləkəfqan rayəsi ilə, o şəxtədə düşüb yerə-göyə yaman deyə zəncirçək bağlayıb, ta hacar getməmiş səbdə yetirsindir. Sonda bunu da deməliyəm ki, Təbriz cəmaatı bu hava durumuna və bu hava durumu da Təbriz cəmaatına adət edib.
və çox çətin görə bilərsiniz ki, Təbrizlilər başqa şəhrin ab-havasını bəyənir. Hara geçsələr 1-2 gün qalandan sonra mütləq deyəcəklər, ay oğlan, fikir verirsiniz, eşyan Təbrizin havası olmur. Allah bizi bu Təbrizdən qırağa salmasın.